İnsulin dirənci nədən əmələ gəlir? Tənbəllikdən və çox yeməkdən. Və biz də bu xəstəliyi insulin dirənci əmələ gəlirsə, bu prosesi geriyə çevirməliyik. Tənbəlliyimizi dəyişməliyik çox hərəkətə. Yatma rejimimizə diqqət eləməliyik. Normal vaxtda yatıb normal vaxtda durmalıyıq. Düzgün qidalanmaya riayət eləməliyik. Meyvə tərəvəzlərə daha çox üstünlük verməliyik və təbii hərəkəti də yerinə qoyandan sonra gözəl effekt alınır və onu da deyim ki, su orucu adında bizim bir müalicə üsulumuz var. Bu su orucularından da istifadə edə bilərsiniz. Həftə ərzində 2 və yaxud da 3 gün yalnız su içə bilərsiniz. Yemək də yeyə bilərsiniz. Bu yeməkləri deməli 5 ədəd ərik qurusu, 5 ədəd xurma. Yəni bunların elə 5-ni birdən də yeyə bilərsiniz. Yavaş-yavaş da yeyə bilərsiniz. Yəni 10 ədədi 5 ədəd xurma və 5 ədəd ərik qurusunu, yəni ümumi belə 10 ədədi yaxşı olar ki, gün saatlarınıza bölüb həmin saatlarda yeyəsiniz. Və mən ümumiyyətlə bunu özüm də tərcih edirəm ki, bu formada su orucunu tutasınız. Yəni bu ərik ilə xurma qurusunu da yeyəsiniz. Nəyə görə? Ona görə ki, əgər insan sağlam şəkildə arıqlayarsa, bu zaman heç bir problem əmələ gəlməz. Amma sağlam şəkildə arıqlamayan insanlarda çox problemlər əmələ gəlir. Və ona görə də sağlam şəkildə arıqlasanız insulin dirənci də aşağı düşəcək, çəkiniz də aşağı düşəcək, özünüzü də çox normal və rahat hiss edərsiniz inşallah.